Gerçek koçunluk olduğu yanına. Elhamdülillahi hamden kethîran tayyiben mübarakan fîh yabluğu ridâhu ve yahfazu afâh ve eşhedü en la ilahe illallah vahdehu la şerîke leh şehâdeten munîrul kulûb ve tuhyîhi ve eşhedü enne Muhammeden abduhu ve rasûluh sallallahu aleyhi ve âlihi ve sahbihi ve sellem teslimen kethîran narcu minâ ridâh. Ama bak, aziz kardeşler, aziz qonaqlar, hörmətli böyüklər, hörmətli bəy, yaxınları, valideynləri, əmrizamızı salamlayıram, Allah'ın salamı olsun sizə. Və bu mübarək evlilik münasibəti ilə təbrik edirəm bəyimizi, ailəsini, eləcə də qarşı tərəfin gəlinin ailəsini. Allah'tan olanın bu evliliğini xeyirli, bərəkətli etsin. Bu evliliğini onlar üçün daim xeyir üzərində etsin. Və evlilik Allah-Teala'nın halal buyurduğu nimetlerden biridir. İstesen de büyük nimetlerden biridir. Çünkü evlilik aslında bir evin kurulmasıdır. Bir ailenin kurulmasıdır. Merhamet üzerinde, ahlak üzerinde, mesuliyet üzerinde. Ona göre buyurur ki Rabbimiz öz kelamında وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً. Allah Teala buyurur ki biz sizin özünüzden size zövceler yarattık. Yani hayat yoldaşı yarattık. Ki onlarla ünsiyette olasınız. Aranıza sevgi, merhamet salam doğrudur. Ona göre de aile esasına baksaq, temeline baksaq göre ki tekçe his üzerinde kurulmur. Ailenin bürünmesi tekçe hislerden ibaret değil, hepsine Allah Teala ailenin bürünmesinin temelinin sevgi ve merhamet üzerinde olmasını buyuruyor. Ailede sakitlik olsun diye, rifah olsun diye. En başlıca temeli de Allah korkusu olmalı. Kim Allah'tan korkarsa Allah Teala ona çıkış yola açar. Gözlemediği yerden de ruhsuzluğu verer. Üç kısa tövsiye etmek istedim yeni evlenenlere. Bakmayaraq mecliste böyükler var iken sözümle yöneldiler. Bir kişi kimi bizi takip ederek üç kısa tövsiye etmek istedim. Kısa tövsiye olsa da lakin terazide ağırdır. En birinci tövsiye ailenin hürmet ve güzel söz üzerinde saklayın. Karşılıklı hürmet ve birbirinize güzel söz demeyi tamiyet değil. Ne de diğerler can yiyip can eşittir. Çünkü güzel sözün tesiri böyle aileler. Ona göre elə eləməyin ki, danışdığımız sözler, dediğimiz kelimeler yarı olsun, yok. Melhem olsun, derman olsun. Çok evler var ki, təəssüf ki, bir söz bakın, bir söze göre bir dağılır. O evleri kılınç dağılmıyor. Söz dağılır. Ve her de dağılmakta təəssüf ki, devam ediyor. O göre güzel davranın. Evinizde, ailenizde, evet yere Rabbimiz demir ki وَاَعْشِرُونَ بِالْمَعْرُفُ olarla yaxşılıkla rəftar edin. Ve deyip ki وَقُولُ لِنَّاسِ حُسْنًا insanlara güzel söz deyin. Ve insanlara güzel söz demeye en olursa bize güzel sözün deyileceği en güzel yer ailedir. Aile diyeceklerdir. Çünkü Peygamberimiz diyor ki sizin en hayırlınız ailesiyle hayırlı olandır.
Və mən də öz ailəmlə xeyirli müamilə edirəm, xeyirli rəftar edirəm. Və yumuşaqlıq, ailədə mülayimlik böyük neymətdir. Bəs edir ki, yumuşaqlıq nədə varsa onun bəzəyidir. Necə Peyğəmbərimiz buyurur. Məkənlə rifqu fi şeyin ləzən. Nədə yumuşaqlıq varsa onu bəzəyər. Və lə nuzi'ə min şeyin illə şən. Nədən o yumuşaqlıq götürülərsə, onu çirkin edər. Və ikinci tövsiyəm odur ki, ixtilaf və mübahisələrdə səbirli olmağa çalışmaq, anlayışlı olmağa çalışmaq, problemləri həll etməyə çalışmaq, şişitməyə yox. Çünki ailədə heç də hər gün toy bayram olmur, hər gün sevinç olmur, əksinə yorğunluq da olur, çətinlik də olur, fikir ayrılığı da olur. Elə olanda axtarma ki, kim bir günahkar. Axtar ki, necə ailəni qoruyasan. Necə ailə qalsın, dağılmasın. Allah təala deyir ki, وَلَا تَنْسَوُ الْفَضْلَ بَيْنَكُمْ. Bir-birinizin arasında olan fəziləti, yaxşılığı unutmayın. Mömin kişi, mömin qadına nifrət eləməz, kim bəsləməz. Əgər ondan xoşlamadığı bir xasiyyət görərsə, bir əxlaq görərsə, xoşlandığı başqa bir xasiyyət də görər, başqa bir əxlaqdan da razı olar. Ona görə tövsiyə edir ki, qadınlar barəsində bir-birinizə xeyri tövsiyə edin. Və bağışlamağı bacarın. Çünki bağışlamaq ancaq insana izzət artırır. Allah bağışlayan bəndəyə yalnız izzətdə edir. Üçüncüsü də dilinizdən dua düşməsin. O ilə yanaşı Allah'ın şükürü düşməsin. Gizlində, aşkarda Allah qorxusu olsun ailədə. O görə dua həyatınızdan əksik olmasın. Həyatınız istəyirsinizsə yaşasın, diri qalsın, dua dilinizdə olmalıdır. Və şükür də etməlisən. Hər bir halıva, yaxşı halıva da, pis halıva da. Çünki şükür ancaq niməti artırır, azaltmır. Əgər şükür etsəz, sizin üçün artırarım. Rəbbimiz belə deyir öz kəlamında. Ona görə də haramdan çəkinin, bilin ki, bərəkət itayətlə gəlir. Yalnız günahla bərəkət aradan qalxır. Allah'tan qorxun, bu üç tövsiyə əməl etsəz, insanların axtardığı o xoşbəxtliyi tapacaqsınız. Ona görə gözəl əxlaqlı olun, gözəl davranın ailənizlə. Ən kamil mümin, ən kamil imamı olan mümin, ən gözəl əxlaqlı olandır. Və ən xeyriniz qadınlarınızla xeyirli davrananınızdır. Peyğəmbərimiz belə tövsiyə edir. Evlərinizi Allah'ın kitabından, Qurandan, Allah'ın zikrindən az da olsa çalışın ki payınız olsun. Az olsun, amma davamiyyətli olsun. Bu daha xeyirlidir. Və sonda Allah'tan istəyirəm ki, Allah təala sizə bərəkət versin. Evdə birləşdirsin, evinizdə iman, sevgi, mərhəmət daim olsun. Allah sizə salih övladlar nəsib etsin, etsin. Gözünüzün sevinci olsun övladlar. Və Peyğəmbərin duasıyla sona yetirirəm sözümü. Peyğəmbər sallallahu aleyhi ve sellem yeni evlənən zamanlara deyər ki, Bərakallahu ləkuma və bərak aleykuma və cəmə beynəkuma fi xeyr. Allah sizə bərəkət versin. Bərəkət üzərində etsin, sizi bərəkətlə bir yerə cəm etsin, sizi xeyirdə birləşdirsin, amin. Allah mübarək etsin. Allah razı olsun.